mesenatçıların ehtiyaclı uşaqlar üçün əyləncələri bitmir ki bitmir. Bu dəfəki sayımızda Mesenat Xeyriyyə Cəmiyyətinin komandası ehtiyaclı uşaqları əyləndirmək üçün zooparka ekskursiya gətirdi. Könüllülərimizin qayğısı və zooparkdakı heyvanların gözəlliyi uşaqları əməlli başda valeh etmişdi. Mesenat Xeyriyyə Cəmiyyətinin dinamik komandası bu işin öhdəliyindən məharətlə gəlirdi. Bugünkü ekskursiyamızdan narazı değilsiniz? Yox, çox gözəl təşəbbüsdür. İnşallah Allah Teala qardaşdan razı olsun. Zooparkda yaradılmış uşaqlar üçün xüsusi ərazi əyləncə qatdı. Mesenatçıların planı çöl pikniki olsa da, hava şəraiti ilə əlaqədar qapalı yerdə keçilməli oldu. Amma son dərəcədə yadda qalan əyləncəli keçdi. Bugünkü yadda qalan günün səbəbkarlarından biri də Rosko kalbasaları idi. Uşaqların piknikini daha da dadlı etmək üçün Rosko kalbasaları çeşid kalbasalar vermişdi. Həm dadlı, həm halal, həm də çox keyfiyyətli idi. Dadından doymaq olmurdu ki olmurdu. Bugün daha bir mötəbər günü idi. Mesenatçı Turanın doğum günü idi. Bütün mesenat ailəsi olaraq bu günü özellikle qeyd etdik. Gelen gündür, elimizde toy düğündür, toy düğündür. Günümüze arzu 2018-ci ildən bu günə kimi fəaliyyət göstərən Mesenat Xeyriyyə Cəmiyyəti minlərlə körpələrin sevincinə səbəb olub və minlərlə ünvana yardımlar edib. Əgər siz də bu möhtəşəm komandaya qoşularaq böyük mesenat ailəsinin üzünə çevrilmək istəyirsinizsə, sosial şəbəkə üzərindən müraciət edə bilərsiniz. Mesenatçıların ehtiyaclı uşaqlar üçün əyləncələri bitmir ki bitmir. Bu dəfəki sayımızda Mesenat Xeyriyyə Cəmiyyətinin komandası ehtiyaclı uşaqları əyləndirmək üçün zooparka ekskursiya gətirdi.